Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımıza abunəçiləri, xoş gördük hər birinizi. Bu günləri Yeni Yasamalda Vital Klinikasının yanında qanuni 3 otaqlı, tam təmirli, yelçəkər bir mənzil sizlərə çəkib təqdim edəcəm. Mənzilimiz qeyd etdiyim kimi qanuni 3 otaqdır. 12 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 12-ci mərtəbəsində yerləşir. Mərtəbədir, lift mərtəbəyə qədər də qalxır, mansard deyil. Hal-hazırda gördüyünüz kimi mənzilin qonaq otağı hissəsindəyik. Belə bir geniş kvadrat ölçüyə malik qonaq otağımızı görürsünüz. Hardasa 30-35 kvadrat ölçüsündə olar qonaq otağımız. Yelçəkərdir, həm binanın həyət istiqamətində, həm də arxa istiqamətdə baxışı var. Gün düşən mənzildə həm şərq istiqamətdə baxır, həm də qərb istiqamətdə baxışı var. Mənzildə təmirdən sonra yaşayış olmayıb, yeni təmir olunub mənzil. Döşəmə parketdəndir, gördüyünüz kimi. Qonaq otağını görürsünüz. Buradan keçək mənzilin digər hissələrlə də sizi tanış edeyim. Giriş qapımız, giriş hissədən daxil olduqda sağ tərəfdə belə bir qardırob mebeli üçün ayrılmış sahəmizi də görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Bütün otaqların giriş hissəsi dəhlizdəndir. Sol tərəfdə mənzilin qonaq otağı yerləşir. Burada mənzilin mətbəx hissəsi, sanitar qovşaqlarımız ayrı-ayrılıqdadır. Birinci yataq otağımız və ikinci yataq otağımız isə burada yerləşməkdədir. İlk öncə bu yataq otağını sizlərə göstərim. Gördüyünüz kimi bu formadadır. Burada kvadrat ölçüyə malikdir və genişdir. Buradan mənzilin eyvanına keçidimiz də mümkündür. Mənzildə ümumilikdə 2 eyvan mövcuddur. Biri bu otaqdadır, digəri isə mətbəx hissədədir. Hər ikisini sizlərə göstərəcəm. Yataq otağını görürsünüz. Bura kifayət qədər genişdir. Rahatlıqla yataq otağı mebellərinizi buraya yerləşdirə bilərsiniz. Buradan daxil olduqda ikinci yataq otağımız burada yerləşir. Gördüyünüz kimi. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirdə bilərsiniz. Kupçalıdır və dövlət ipotekasına yararlıdır. İpotekası təsdiqlənmiş şəxslər də buyurub müraciət edə bilərlər. Bu hissədə mənzilin mətbəxi yerləşir. Mətbəximiz də geniş, işıqlı bir mətbəxdir. Mətbəx mebeli də quraşdırılıb. İkinci eyvana da mətbəxdən keçmək mümkündür. Burada kifayət qədər genişdir. Mətbəx hissəni bu tərəfdən göstərim. Gördüyünüz kimi 115 kvadrat ümumi sahədən ibarətdir. 12 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində yerləşir. Bu hissədə mənzilin tualet hissəsi yerləşir və burada isə mənzilin hamam otağı yerləşir və hər iki sanitar qovşağı lazım olan bütün hamam tualet aksesuarları ilə təmin olunmuşdur. Mənzil haqqında ümumi məlumatı və qiymət haqqında məlumat verim sizlərə. Mənzilimiz yerləşir Yeni Yasamalda Dadaş Binəzadə küçəsində Vital Klinikasının tam yanında 12 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaq, tam yelçəkər bir mənzildir. Yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Döşəmə parketdəndir. İsti sistemimiz kombidir. Kombi batareyaları da otaqlarda yerləşdirilmiş şəkildədir. Sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur, əldədir. Mənzilin qiyməti 217.000 manat start qiymət təyin olunub. Real hazıya mənzilə baxdıqdan sonra endirim nəzərdə tutulmuşdur. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.